Bağışlayan ve mehriban Allah'ın adıyla her birinizi hoş gördük əziz televiziya tamaşaçıları. Yenə də olduğu kimi, hər zaman olduğu kimi qarşınızdayıq. Bugün Su Çərşənbəsidir. Artıq Novruza sayılı günlər qalır və bayramlara qatışıb Ramazan bir bayram. Günlərimiz bir bayram. Bugün də Su Çərşənbəsidir və bugün münasibəti ilə bütünlükdə Azərbaycan xalqını və Azərbaycan hududlarından kənarda olan soydaşlarımızı təbrik edirəm. Allah Taala günlərimizi xoş eləsin. Su qədər ömrünüz olsun. Su qədər şəffaf olaq. Su qədər şirin olaq. Ömrümüz hər zaman xeyirli, bərəkətli olsun. Bilirəm, artıq insanlar, bizi canlı izləyən insanlar intizardadırlar ki, 17-15 gəlsin, Hacı Surxay Məmmədlinin təqdimatında və müxtəlif mövzular barəsində müzakirələr olunsun və bugün də şükürlər olsun Allaha, mövzularımız çoxdur və mən söz vermişdim dünən sizlərə, bugündən etibarən Ramazan ayının 6-cı günüdür və bundan sonra olan mütəmadi günlərində dualarını oxuyacağım. Bilirəm, ehtiyacınız var. Hər kəs əlləri duada olmaq istəyir. Çünki bu ay fürsətdir. Günü-gündən bu ayı biz əldən verdiyimiz zaman görürük ki, ya Rabbim, biz nələri itiririk? Çünki Quran ayı, barışıq ay, mərhəmət ayı, əff ayıdır. Bu ayda Allahdan arzu eləyirəm, Allah bizim günahlarımızı bağışlasın, edilən duaları, gizlində aşkara verilən yaxşılıqlar, edilən ihsanları Allah hər kəsdən qəbul etsin. Ümid eləyirəm, Allah bu Ramazanın sonuna qədər kim nə arzu edibsə, xeyr arzular, Allah onları arzularına çatdırsın, xeyr əməl sahibi olaq inşallah. Bugün sizə elə bir mövzudan danışacağım ki, o mövzu qəlbləri titrədir, eyni zamanda qəlbləri paklaşdırır. Hər kəsin ehtiyacı var bu mövzuya. O mövzu ki, Allah onu Quran-ı Kərimdə bir surə olaraq vəsf eləyib. Yeganə surədir ki, surələrin içində Bismillahsı yoxdur. Bütün surələrin Bismillahsı var, Tövbə surəsi istisna. Orada Bismillahın yerinə Əuzu billahi minənnar və min şərril kuffar və min qəzəbil cəbbar deyirik. Allaha sığınırıq kafirlərin şərrindən, cinlərin, şeytanların şərrindən və cəhənnəm atəşindən qorunmaq üçün bu sözü deyib sonra o surəyə davam edirik. Bugün sizə danışacaq və sizə geniş bir şəkildə Quran-ı Kərimdən ayələri təhlil edərək hədiyyə edirəm bugün də. Ramazanın 6-cı günü sizə məndən bir sovqat olsun, hədiyyə olsun. Bəzən hədiyyələr verilər, hədiyyələr bitər. Amma Allahın verdiyi kəlamı, gözəl söz hədiyyəsi heç zaman bitməz. O bizim ruhumuzda hər zaman həkk olar, ruhumuzda qalar. İnsan səhvsiz deyil. İnsan, Quran-ı Kərimin təbiricə desək, xətakardır. İnsan unutqan və səbirsizdir. İnsan mələk də deyil. Mələk deyil ki, hər kəsin günahı var. Hər kəs bilərəkdən, bilməyərəkdən etdiyi xətaları var. İnsan bəzən yanlışlar, bəzən büdrəmələr, bəzən qırılır insan. Dünən ümidlə bağlı danışdığım halda bugün mənim yanıma şəxsən 9 nəfər gənc gəldi. Onlar bilmirdilər bu günləri mən hansı mövzudan danışacağım. Amma dünənki bizim verilişimizin nəticəsində o gənclər gəlib, ümidləri qırılmış bir halda deyir, Hacı Surxay, ümidlərimiz qırılmışdı. Və buradan da həmən o gənclərə, bilirəm bizi canlı izləyirlər, onların ailəsinə də salam deyirəm. Onlar bizi buradan izləyirlər, anaların əllərini öpürəm. Onlar bizim başlarımızın tacıdır. Təbii ki,
Hələ qarşıda mövzularımız var. Valideynlə bağlı bir mövzu da təbii ki, biz gündəmə salacağıq. Ata-anaya olan ehtiram. Bəzən övladlar namaz da qılırlar. Mən bunları görmüşəm, ibadətdədirlər. Amma valideynlərinə qarşı kobud rəftar edirlər. Bunların da tövbə anları, tövbə məqamları olacaq. Bu ayrı bir mövzu. Ona görə Allahın bizə verdiyi ən böyük nimət, ən böyük hədiyyə tövbə. Tövbə. Allahım tövbə, Allahım məni bağışla. Hər bir insan səhv eləyir. Amma ən böyük uğurlu insanlar o insanlardır ki, etdiyi səhvlərin nəticəsində anlayır ki, mən bunu səhv etmişəm. Amma insanı insan edən bir xüsusiyyət var. O qayıda bilir, o tövbə edə bilir. O qayıdışın adı tövbədir. Əff elə məni, ya Rəbbim. Mənim etdiyim səhvlər, mənim etdiyim günahlar mənim üzümü qaraltdı. Allah buyurur ki, eybi yox, günahlardan çəkinin. Hətta ən sevdiyim bir hədistir. Ən sevdiyim, ümid edirəm siz bunu öyrənin və bunu bəlkə də bir yazınıza, manşetinizə, bilmirəm, telefonunuza yazın. Nədir o? Belə bir söz, xüsusilə gənclərə şamildir bu. Tövbə ilə özünüzü ətirləyin ki, cəhənnəmin pis qoxusu sizi rüsvay etməsin. Çox xoşuma gələn bir sözdür. İnsan bəzən etdiyi günahlara görə göz yaşları tökür. Olub həyatda mənim hansı bir şəxsin qəlbinə dəymişəmsə, peşmançılıq hissi sonra keçirmişəm. İnsanın içində bir qəzəb var, insanın içində kin var. Amma o kini boğanda, o kini sən özüvə ram edəndə insan rahatlaşır, sakitləşir. Mən hər zaman tövsiyə edirəm, hər bir dostlarıma tövsiyə edirəm. Əgər istənilən hadisə, xoşa gəlməyən negativ hadisələr qarşınıza çıxarsa, qarşılaşdığınız zaman tərəf sizə aqresiya göstərir, hücum eləyir, bir balaca sakitləşin. Bizim ümumiyyətlə mental dəyərlərdə bizim babalardan biz görmüşük ki, əsəbləndikləri zaman evdə, ailədə, cəmiyyətdə, dostların içində Allahu Əkbər deyər, onun bütün aqresiyası, bütün kini içində gedər. Sadəcə biraz sakit olaq, vicdanımızın səsinə qulaq asaq, göz yaşlarımızı tökərkən Rəbbim, xəta etdim, məni bağışla. Bu zahiri bir göz yaşıdır. Amma Allah Rəsulundan hədis var, buyurur, qəlblərinizi yuyun. Ərəbcəsi belədir, uxsulul ma, qəlblərinizi yuyun. Ya Rasulallah, qəlbləri də yumaq olarmı? Bəli, yumaq olar. Nə ilə? Bilma'il huzun, ağlamaqla. İnsan ağlayar, təbii ki, günahların müqabilində. İnsan rahatlaşır, insan sakitləşir, insanın içində o od götürülür. Bugün əziz dostlarım, bacı və qardaşlarım, gənclərim, cavanlarımız, siz bugün tövbə anlamında əgər bizə qulaq asırsınızsa və ümid eləyirəm, kanalı çevirməyəcəksiniz, sona qədər oturacaqsınız. Yenə də həmənki qaydada süfrələrinizi, masalarınızı düzəldin. Evdə analar var, əlləri var olsun. Oturun, 6-ya qədər diqqət eləyin, qulaq asın, görək bugün biz nə alacaq? Ramazandan alacaq dərslərimiz nədir? Bugün bunu öyrənək. Bugün əstəğfirullahə Rəbbi və ətubu ileyh deyəcəyik. Bugünkü dilimizin zikri bu olsun. Əstəğfirullah Rəbbi və ətubu ileyh. Əgər bir insan tövbə edərsə, Allah onun günahlarını bağışlayacaq. Əstəğfirullah Rəbbi və ətubu ileyh deməklə, ey mənim Rəbbim, ey Allahım, mən peşmanam etdiyim hərəkətlərimə, mən çox narahatam və etdiyim əməllərimə görə
öz üzrümü, öz günahımı başa düşürəm. Mən bilirəm ki, Əstəğfirullah Rəbbi və tubu iley zikrin deməklə Allah mənim günahlarımı əff edir və bu barədə də heç bir şübhəniz olmasın. Bunu tam əminliklə deyirəm. Çünki Əstəğfirullah Rəbbi və tubu iley təki günahlar üçün deyil. Allah Rəsulunun yanına bir neçə insanlar gəlir və müraciət edir, ey Allahın Rəsulu, mənim ruzum kəsilir, mənim ruzum azalır, nə qədər çaba göstərsəm belə, nə qədər məşəqqətlər çəksəm belə, ruzum artmır ki, artmır, nə edim? Sən yol göstər bizə, ey Allah Rəsulu, ey Allahın dostu. Allah Rəsulu buyurur, ruzinizin çoxalmasını istəyirsinizsə, ən azı gündə 70 dəfə Əstəğfirullah Rəbbi və tubu ileyh deyəcəksiniz. O zaman görəcəksiniz ki, ruziniz artdı. Adam var görürsən, aya 5 min, 10 min qazancı var, amma bərəkəti yox. Yəqin ki, mənimlə razısınız. Amma adam var ki, 500 manat, 1000 manat civarında Allah o qədər ona tükənməz var, o qədər ona bərəkətlər verir. İnsan xərclədikcə o bitmir. Çünki insan zikr əhli olanda onun həyatı da gözəl olur, yaşayışı da gözəl olur, bərəkətli olur. Pulunun, ömrünün, canının bərəkəti olur. Allah Rəsulu Əstəğfirullahə Rəbbi və tubu ileyh dedi. Və sonra ikinci bir adam gəldi Allah Rəsulunun yanına. Ey Allah Rəsulu, övladım olmur, nə edim? Nə edim ki, Allah mənə övlad versin? Yenə də Allah Rəsulu Əstəğfirullah Rəbbi və tubu ileyhi dilinizdən, zikrinizdən kəsməyəcəksiniz. Səhabə Allah Rəsuluna belə müraciət eləyir. Ya Rasulallah, övladı olmayansın da Əstəğfirullah dediniz. Ruzisi azalansın da Əstəğfirullah dediniz. Allah Rəsulu buyurur, eşitməmisənmi? Allah buyurur ki, və yumditkum bi əmvalin, mallarınızın çoxalmasını istəyirsinizsə, ömrünüzün ruzisini çoxalmaq istəyirsinizsə, Allahdan bağışlanmaqlıq istəyin. Əstəğfirullahə Rəbbi və ətubu ileyh. Ey mənim Rəbbim, məni əff et. Tövbə edib sənə tərəf qaydıram. Ramazan ayının bərəkəti və bu günü bizə tövbəni anladır. Tövbə edəcəksən qulum, bağışlanacaqsan qulum, əff olunacaqsan qulum. Dünyaya körpə gələn uşağın heç bir günahı olmadığı kimi sənin də günahın olmayacaq, ay Allah qulu. Ona görə nəfslərimizə biraz hakim olaq, dilimizə hakim olaq, əməlimizə hakim olaq, özümüzü nəzarətdən çıxartmayaq. Sən hakim olacaqsan bütün bədən üzvlərinə. Ramazan ayında Allah Rəsulu buyurur ki, şeytan zəncirlənir. Çox lütfən rica edirəm, buna diqqət eləyin. Ramazan ayında şeytan zəncirlənir. Onda belə bir sual meydana çıxır. Bu mənim şəxsi sualımdır. Təbii ki, bunu da mən cavablandıracağam. Əgər şeytan Ramazan ayında zəncirlənirsə, insan niyə günah edir? Düşündürücü bir sual. Niyə onda insan günah edir? Cavabı belədir. Bəli, zəncirlənən şeytandır Ramazanda, amma nəfsi Allah azad buraxıb. Nəfs azaddır. Deməli, nəfs azaddırsa, istənilən vaxtı insan nəfsinin ucbatından, şeytan cəhənnəmə düşdü, nəfsinin ucbatından. Dedi, mən Adəmə səcdə etməyəcəm. Allaha belə müraciət elədi, illərlə mən namaz qılmışam dedi. Allahım sənə ibadət etdim dedi. Bir insanı yarattım palçıqdan,
Xalaqtahu min tin və xalaqtani min nar. Quran belə buyurur. Quranın təbiricə desək, sən onu, yəni insanı palçıqdan yarattın. Məni isə oddan yarattın. Od palçıqdan şərəflidir. Bir ego, təkəbbür yarandı. Allah buyurdu, sən mənim mərhəmətimdən kənardasan şeytan. İnsan iki qütb arasında yaşayır. İki qütb. Bir qütb ağıl, digər qütb nəfs. Bunlar hər zaman bir-biri ilə müharibədədir. Hər zaman bir-biri ilə mübarizədədir. Ağıl deyir, mən hakiməm. Nəfs deyir, mən hakiməm. Əgər qəzəbini, kinini, nifrətini, egoizmi aşağı sala bilsən, ağıl qalib gələcək və sənin ağlın nəfsivə hakim olacaq. Tövbə insanın öz ağlına qayıdışıdır. O dediyimiz ilk birinci qütb ağıl. Tövbə insanın öz qayıdışına, öz ağlına qayıdışdır. Günah çox vaxt ağlın yox, nəfsin qalib gəldiyi anda baş verir. Nəfs qələbə çalırsa, artıq insanın həyatı darmadağın olur. Allah Teala Quran-ı Kərimdə Əl-Bəqərə surəsinin 222-ci ayəsində buyurur, İnnəllâhə yuhibbut-tavvabin və yuhibbul-mutatahhirin. Allahın çox adamlardan xoşu gəlir. Quranın cavabı belədir. Allah tövbə edənləri sevər. Allah pak adamları sevər. Nə qədər insanlar gəlir Allah Rəsulunun yanına, təhhirin ya Rəsulallah deyir, məni paklaşdır, məni təmizlə, mənim ruhumu, cismimi təmizlə hikmətlə, Allahın kəlamları ilə. İnsan ucalır həqiqətlərə çatanda. İnsan bir neçə hərəkəti ilə Allahın yanında izzət tapır, bir neçə hərəkəti ilə Allahın gözündən düşür və cəmiyyət arasında da biabır olur. Allah bizə insanın ucalması, şöhrət tapması, məqam tapmasını Allah Teala belə buyurur. Sən ucalmaq istəyirsənsə, Əl-kəlimut təyyib, sən pak söz danışacaqsan, doğru danışacaqsan, düz olacaqsan. Əgər sən ucalıq istəyirsənsə, vəl-əməlu salih, düz yol göstərəcəksən, özünə də, dostlarına da, cəmiyyətə də. Günahlardan tövbə edən şəxs Allahın ən yaxın dostudur. Əgər bir qul səmimi qəlbdən, ürəkdən tövbə edərsə, içdən gələn bir tövbə, əminliklə deyirəm, altın cızaraq deyirəm, səmimi tövbə bütün günahları bağışlayır. Allah mələklərinə əmr edər, onun günahlarını silin. Hətta sahabələr deyərlər ki, necə silər mələklər? Allah buyurar ki, mələkin yadından çıxartdıraram, unutturaram mələkə o şəxsin günahına görə. Çünki günahı təkrar etmək yaxşı deyil. Bəzən insanların eyiblərini üzünə vururlar. Əslində bu yaxşı şey deyil. İnsanın günahını üzünə vurmazlar, insanı anladarlar, insanlara yaxşı söz deyib, onu bir yumuşaq formada, qaydada anlat ki, qardaşım, oğlum, dostum, bu yol doğru yol deyil. Maraqlıdır bir mövzu. Səbirli olun. Ümid eləyirəm ki, səbirlə yanaşırsınız. Ramazandır. Hərəkətlərimizi nəzarətdən çıxartmayaq.
Hələ maraqlı mövzular çoxdur qarşıda. Çox maraqlı mövzular var. Kimin tövbəsi qəbuldur? Kimləri Allah bağışlayar? Bəzən bizim içimizdə belə bir şey var. Yox, filankəsi Allah bağışlamaz. Kimsə nə bu səlahiyyəti verdi? Bağışlamaq Rəbbə aiddir. Rəbb bilər məni bağışlayar ya yox. Qərar vermək, hökm vermək hakimi mütləqin əlindədir. Təbii, suçlu, biz suçluyuq, günahımız var. Amma Quran-ı Kərim Ən-Nisa surəsinin 17-ci ayəsini lütfən evinizdə əgər Quran-ı Kərimdə varsa açın, əgər yoxdursa qarşımda Quran və Quranı sizə mən təfsir edirəm. Ən-Nisa 17. Quran-ı Kərim belə buyurur, kimlərin tövbəsi qəbuldur? İnnəmət təvbətu ələllah lilləzīnə yə'məlunə su'ə bicəhalə. Allah Teala o kəslərin tövbəsini qəbul edər ki, onlar nadanlıq üzündən pis iş görürlər. Bilmir qəlb sındırmaq olar ya yox. Bilmir ev yıxmaq olar ya yox. Bilmirlər çoxdur. Yəni o qədər şeylər var ki, insanlığın ruhunu degradasiya, məhv aparan, aşağı salan. Bilmədən insan nadanlıq üzündən günah edərsə, pis iş görərsə, sonradan özünə gəlib nəfsinin əsiri olmadan ağıl yerinə gəlir. Rəbbim məni bağışla, əstəğfirullah. Allah Teala buyurur ki, mən o kəsin tövbəsini qəbul edəcəm. Deməli, bu bizə artıq bir imzadır Allah tərəfindən. Ən-Nisa 17. Unutmun bunu. Və 18-ci Ən-Nisa, ayə 18, Ən-Nisa. Amma bu birinci ayənin əksidir. Burada inkar ədatı var. Yox cavabı var. Nədir o? Və leysəti tövbə buyurur. O kəslərin günah işlər görməkdə, davam etməkdə günahını davam etdirir. Ölüm yetişən anda, ölümü çatdığı zaman, ilahi, mən indi tövbə etdim deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Bəli. Mən negativliyə, bədbin təfəkkürə, insanları düşünməyə dəvət etmirəm. Çünki Ramazan özü bir xoş haldır. Mən o dərinliyə getmək istəmirəm. Gəlin, biz iki sualımız, mənə dünən artıq MTV Azərbaycanın YouTube kanalında mənə axırda yazdılar ki, Hacı, yəqin bizi görürsünüz, amma sualımızı oxumursunuz. Buradan hər bir bacı və qardaşlarıma salam deyirəm, təbrik edirəm ki, nə yaxşı ki, suallara siz diqqətlə baxırsınız və sual verirsiniz. Birinci, hamilə və süd verən analar. Məndən soruşurlar, təkrar. Hamilə xanımlar, qadınlar və bir də süd verən analar, bunlar oruç tuta bilər ya yox? Bəli, bu sual doğru sualdır və mən alqışlayıram, təqdirə layiqdir bu sual. Hamilə qadınlar əgər bətinlərində övlad olduqları təqdirdə onların oruç tutmasına zərər verəcək amillər varsa, bətinində körpüyə ziyan verəcəksə oruç tutmayacaq. Ramazandan sonra, övlad dünyaya gələndən sonra bir gün qəza, 2 gün, 3 gün, 5 gün tuta bilməyibsə, o günə gün Ramazandan sonra qəzasını tutacaq. Və ya süd verən analar. Əgər körpə süddən kəsiləcəksə, insan oruç tutmaqla Allah istəməz. Allah istəməz. Ramazandan sonra uşaqlar anaların südündən ayrılandan sonra analar, bacılar
həmən o boş günləri artıq orucun tutacaqlar. Və sonra yazıblar, mən özüm üçün qeyd etmişəm, qocalar. Allah heç evi, heç ölkəni ağsaqqalsız, böyüksüz, evlərimiz analarsız eləməsin. Qocalar bizim bərəkətimizdir, nurumuzdur. Çox yaşlı və taqəti olmayan insanlar oruç tutmaya bilər. Taqətləri yoxdur, imkanları yoxdur. Amma tutmadığı günlərin ərzində fidyə verəcəklər. Fidyə nədir? Gün ərzində neçə manatlıq, 1 manat, 2 manat, indi yeməkdən asılıdır. Onun miqdarında ehtiyacı olan insanlara artıq o fidyəni verəcəklər. Ehtiyacı olan insanlara. Yəqin ki, cavablar bəlli oldu. Amma mövzuya qayıdıram. 4 xüsusiyyət var ki, Allah Rəsulü buyurur. Hər kəsdə o 4 xüsusiyyət olarsa, nə qədər günahı olacaqsa, Allah onun bütün günahlarını savaba yazacaq, xeyrə yazacaq. Bunu mən demirəm, bunu Quran-ı Kərim Əl-Furqan 71-də buyurur. Yubəddilullah seyyiatihim. Onların günahları əvəz olunacaq savaba. Allah bağışlayandır. Və kanallahu gəfuran rəhimə. Allah bağışlayandır, rəhmədəndir. Gör nə qədər mehriban Allahdır. Amma biz insanlar çətinliyə salırıq insanları. Bəzi insanlar görmüşəm, sən bunu etməsən, odun içində yanacaqsan. Haşa, belə şeyləri etmin. İnsanları inancını üzmün, insanları Allah'tan məyus etmin. Allah Teala buyurur ki, mən bağışlayanam, mərhəmətliyəm və bu ayədə bizə yübəddilullah buyurur Allah Teala seyyiatihim. Onların günahlarını bağışlayıb xeyrə, savaba yazacağım. 4 nəfər. Birincisi, doğru danışan insan. Doğru danışan insan nə qədər doğru, acı da olacaqsa, danışacaqsan, həqiqətləri ortaya qoyacaqsan, o zaman Allah sənin günahlarını yaxşılığa əvəz edəcək. Şükür eləyirəm bu Rəbbimə. İkincisi, əxlaqlı və həyalı olan insan. Əxlaq və həya. Xanımda da, bəydə də fərqi yox. Həya hər kəssindir, əxlaq hər kəssindir. Həya dinin yarısıdır. Təsəvvür eləyin, əgər Allah Rəsulü həya dinin yarısıdır buyurursa, həya hissindən Allah bir din yaradır, din. Üçüncüsü, ailədə xoş rəftar olmaq. Bu hər kəsə şamildir. Bəzən mən ilahiyyatçı olduğuma görə mənə yaxınlaşırlar, xanımlar, yoldaşım mənə əziyyət verir, deyir. Ekran başındasınız, ekrana yaxın əyləşin, bəylər. Qadınlar əmanətdir, xanımlar əmanətdir. Allah Rəsulü bizə bunu son can vermə mərhələsində buyurub. Son nəfəsində buyurub, əmanətdir xanımlar buyurur, incitmin xanımları. Bəzən elə xanımlar var ki, onların ayağında ruzi var, bərəkət var. Bir qız uşağı dünyaya gələr, ruzidir, bərəkətdir. Hətta hədislərdə qeyd olunur ki, Allah Rəsulunun yaxın bir səhabəsi, yaxın bir dostu, müharibələrdə, savaşlarda Allah Rəsulu ilə bir yerdə olub, dünyasını dəyişir. Allah Rəsulu bu xəbər eşidəndə çox sürətlə qəbrəstanlığa gəlir. İcazə verin dedi, icazə verin, mən dostumu özüm dəfn edəcəm dedi. Allah Rəsulu dostunu qəbrə qoyarkən Allah Rəsuludur, qəbrin sıxıntısını hiss eləyir. Qəbr onu sıxır, hiss eləyir. Allah Rəsulu deyir, ya Rabbim,
axı bu mənim dostumdur, mənimlə müharibədə çiyin-çiyinə vuruşub. Allah Rəsulü qalxır ayağa, üzün tutur yaxınlarına. Hardadır anası? Anası yaxınlaşır. Anacan, sənin oğlun evdə sənə əziyyət verirmi? Yox ya Rasulallah, südüm ona halal olsun dedi. Oğlum məndən və mən də oğlumdan razı idim. Amma ya Rasulallah, bir problem, bir narahatçılığı, bir gərginliyi, bir dənə onun pis vərdişi var idi. Xüsusiyyət olaraq nə idi o? Allah Rəsulü buyurdu, nə idi o deyin? Dedi, ömür yoldaşı ilə yaxşı rəftar eləmirdi. Ömür yoldaşına əziyyət verirdi, dedi. Allah Rəsulü həyat yoldaşını çağırdı, halallığını aldı və Allah Rəsulü dostunu qəbrə tapşırır. İncitmin, ömür müvəqqətidir. Və ən nəhayət dördüncüsü şükür etmək. Mən düşünürəm bizim hələ 15 dəqiqə təqribən vaxtımız var, amma yəqin bu mövzunu bugün bitirə bilməyəcəyəm. Amma mən söz vermişdim əzizlərimizə, dostlarımıza. Bizim elə duamız var. Qoy bir duaya keçid eləyək. Vaxtımız olarsa, ondan sonra biz əlavə mövzulara toxunarıq. Yəni, mövzu tövbədir. Bugün Ramazan ayının 6-cı günüdür. 6-cı günün duasını oxuyaq və yeri gəlmişkən Ramazan ayının 6-sı 24 fevral, bugün iftar vaxtı 18:40-a təsadüf eləyir. Sabah 41 olacaq inşallah. Sabah da məlumat üçün deyim ki, 07 Ramazan, imsak vaxtı 05:56. Bizi sabahlarda inşallah MTV Azərbaycanda səhər imsak vaxtı izləməyi unutmayın. 05:56-da imsakımız vaxtı bitəcək. 06:01 bizim artıq namaz zamanıdır. Allah nəsib etsin, sabahlarda iftarımızı qeyd edəcəyik. Ramazan ayının 6-cı günün duası, hər günün özünün xüsusi bir duası var. Mən istəyirəm ərəbcəsini oxuyam və tərcümə edəcəm. Əlləriniz Allahın dərgahında qalxaraq, çünki hər duada əllər Allah dərgahına qalxmalıdır. Allahümmə la təxzulni fihi litəarrudi məsiyyətik və la tədribni bisiyati nəqimətik və zəhzihni fihi min mucibati səxətik bimənnəkə və əyadikə ya muntəhə rəğbətir rağibin. Allahım, bu ayda sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə. Məni intiqam qamçınla vurma, ya Rəbbim. Məni sənin qəzəbinə səbəb olan şeylərdən, günahlardan uzaqlaşdır. Öz lütf və qüdrətinə xatir, ey istəyənlərin istəklərinin sonu. Allahümmə ədxil ələ əhlil quburus surur. İlahi qəbrəstan əhlinin günahlarını bağışla. Bizim də doğmalarımız, valideynlərimiz, yaxınlarımız, bəzən illəri 40-ı çıxmayan var, dua edirlər. Allahım, onları da əff et. Allahümmə əğni kulli fəqir. İlahi bütün yoxsulları zənginləşdir. Allahümmə əşbi' kullə cai'a. İlahi bütün acıları doyuzdur. Allahümmə qzideynə kullə mədin. İlahi bütün borcu olanların borclarını əda elə. Allahümmə əksi kullu uryan. İlahi libası olmayanlar mənəvi libasla geyindir. İlahi bütün çətinlikdə yaşayanları qəm qüssədən azad elə. İlahi
bütün qərbləri öz vətəninə qaytar. Bütün əsirlikdə olanlar əsirlikdən qurtar. Amin. Ya Rəbbəl aləmin. Bugünkü günün duaların və ümumilikdə günahlarımızın bağışlanması üçün bu duaları oxuduq ki, Allah da inşallah bizim günahlarımızı bağışlayacaq. Yəqin ki, bizim elə vaxtımız var, eləmi? Həzrəti Musa əleyhissalam, Allahın salat və rəhməti olsun ona, Həzrəti Musanın zamanında qövmünün içində qıtlıq düşdü. Uzun müddət yağış yağmadı. İnsanların vəziyyəti günü-gündən kəskinləşir, çətinləşir, əziyyət çəkirdilər. Bir dəstə insanlar gəldilər Musa Peyğəmbərin yanına. Ey Musa, sən Allahla danışansan, sən Allahla təkəllüm edənsən, bizim bu vəziyyətimizi Allaha çatdır. Həzrəti Musa qövminə belə dedi, gedin bir səhralığa çıxın, orada istisqa nədir? Yağış yağmaq üçün dualar, gedin dualar eləyin orada. Nə qədər də dua etdilər, hətta 70 dəfə namaz qıldılar, alınmadı. Heç bir dəyişilmədi, yağış yağmadı. Allah Rəsulü Musa Peyğəmbər Kəlimullah Allaha belə münacət elədi. Ya Rabbim, bu insanlar möhtacdır. Yağış yağdırmaq sənin əlindədir. Yardım et ya Rabbim. Axı bunlar dua da etdilər. Allah Teala burada ey Musa, bilirsən o duanı niyə qəbul etmirəm? Niyə yağışı göndərmirəm? O 40 nəfərin içində bir nəfər günahkardır, tövbə etməlidir və ya onların içindən çıxmalıdır. Həzrəti Musa elan etdi, sizin içinizdə günahkar kimdir dedi. Birini çıxın, hər kəs özünü bilir, hər kəs özünün günahını da bilir. Amma o günahkar narahat oldu. Ya Rabbim, əgər mən günahımı etiraf etsəm, mən biyabır olaram. Mənə onlar necə baxacaqlar? İçində bir narahatçılıq yarandı. Səmimi bir Allahla münasibət oldu. Rəbbim, mənim burada sirrlərimi ört, eyblərimi ört. Sən səttarəl uyubsan, eybləri örtənsən ya Rabbim, mənim eybimi açma. Əgər mənim eybim açılarsa, mən bu insanların üzünə baxa bilmərəm, dedi. Bunu səmimi qəlbidən tövbə eləyəndə Allah yağışı yerə nazil etdi. Həzrəti Musa təəccüb elədi, ilahi bəs deyirdin, bunların içində, qövmün içində bir günahkar var, dedi. Və sən burada yağış yağdırdın. Allah Teala buyurdu, onların içində olan həmən günahkar tövbə etdi səmimi qəlbidən. Dedi, mənim sirrimi açma, dedi ya Rabbim. Açılarsa məhv olaram. Çünki Allah sirrləri açmaz. Allah eybləri örtər. Sən də başqalarının eybini ört, açma. Açacaqsan sirrin açılacaq. Həzrəti Musa dedi, ilahi, o adamı mənə tanıtdır. Allah buyurdu ki, ey Musa, mənim dostum, əgər mən onun sirrini sənə açsam, onda mən Allah olmaram. Sən bil ki, eybləri örtən mənəm. Mən onun kim olduğunu sənə demərəm. O mənim dostumdur. Bu qədər mehriban olan Allah bizim tövbələrimizi bağışlayacaq. Çünki Allah bizim keçmişimizi bağışlayacaq. Əgər biz səmimi qəlbidən etiraf etsək günahlarımıza, günahlar ən böyük yükdür. Günahlar dərddir. Tövbəsiz yaşamaq olmaz. Biz həyatda rahat yaşamaq istəyiriksə, biz həyatda mənəvi qida almaq istəyiriksə, biz tövbələrimizi tez-tez etməliyik. Bəzən bilmirik, elə xətalar, elə günahlar olur ki, baş verir, amma insan bilmir. Amma dilinizdə bugün Ramazan ayının 6-cı günü
öyrənəcək dərslərimizdən biri tövbə, əstəğfirullahə, Rəbbi və ətubu ileyh deməliyik. Yəni, Allahım, Rəbbim, sən bağışlayan, lütfkarsan, mərhəmətlisən, mərhəmətin çox genişdir. Həzrəti Adəm bizim bəşəriyyətin babası, Adəm Əbülbəşər, bəşəriyyətin atası, babası. 200 il bir meyvədən yedi, 200 il göz yaşı tökdü, tövbə etdi. Bir duasına görə Allah onun tövbəsini qəbul etdi. Mən nə deyirəm? Ey Rəbbim, mən xəta etdim, Həzrəti Adəm buyurdu, sən bağışlayansan dedi. Quran-ı Kərimdə Əraf surəsinin 23-cü ayəsi. Əgər bugün vaxtımız təbii ki olmasa, sabahları Allah nəsib etsin, bunun davamını edəcəyik. Amma bunu çatdırmalıyam. Mən eşidə bilmirəm, biraz mümkünsə neçə dəqiqəmiz var. Tamam. Allah razı olsun. Necə vaxt gəlir, keçir, zaten özüm bilmirəm. Həzrəti Adəmin bir duasını Allah qəbul etdi. Əraf 23. Quran belə buyurur. Həzrəti Adəm, Rabbena zələmnə ənfusənə. Allahım, özümüz özümüzə zülm etdik. Özüm özümə əziyyət verdim. Və illəm təğfir lənə və tərhamna. Əgər rəhm etməsən mənə, məni bağışlamasan, lənəkunənnə minəl xasirin. Onda mən ziyankarlardan olacam. Xəsarət, xüsran, ziyankarların içində olacam. Məni bağışla ya Rəbbim. Zələmtu nəfsi. Sizdən çox xahiş eləyirəm. Özünüz özünüzdə çox deyin. Zələmtu nəfsi. Özüm özümə zülm elədim. Allah zülm etməz. Allah heç kəsə zülm eləməz. İnsan özü özünə etdiyi zülmü heç kəs edə bilməz. Allah buyurur ki, bu duaya görə Həzrəti Adəmi mən əff etdim. Adəmi mən bağışladım. Allah bizim günahlarımızı bağışlasın. Allah tutulan oruclarımızı, Allaha edilən dualar, Allaha açılan əllər geri qaytarılmaz. Ya Rəbbim, mən də dua edirəm, sizlər də amin deyin. Aminlər o zaman qəbul olunur ki, el duası, toplumun duası. Mən bilirəm, ekran başındasınız. Bu ekran başında olan insanlar bir ailə modeli, bir ailə cəmiyyət olaraq əlləriniz qalxsın Allahın dərgahına. Heç bir şübhəniz olmasın ki, Ramazanın 6-cı günü, 7-ci günü, 8-ci günü bu dualar hər dəqiqəsi Allah yanında yazılacaq. Allah, Rəbbimiz bizi yaradıbsa, bizim ruzimizi verəcək, bizi bağışlayacaq, bizə ömür verəcək. Ömür sənin əlində deyil, mənim əlimdə deyil. Allahım, sən mənim Rəbbimsən, sən mənim yaradanımsan, mən sənin qulunam. Gücüm çatdığı qədər sənin əhdinə sadiqəm. Bacardığım qədər sənin əmrində itaətindəyəm, ya Rəbbim, gücüm buna çatır. Amma elə yüklər var ki, mənim iradəmdən kənardır. Bütün günahlarımı bağışla, ya Rəbbim, Ramazan ayının hörmətinə. Allahım, qəlbimizi iman nuru ilə doldur. Dilimizi doğru söz deyənlərdən qərar ver. Əməllərimizi qəbul et, ya Rəbbim. İlahi, məni tövbə edib bağışlanmamış, məni tövbə edənlərdən qərar ver, bağışlanmamış bizləri bu dünyadan aparma, ya Rəbbim. İlahi, əgər bizi bağışlamasan və rəhm etməsən, biz ziyana uğrayanlardan olacağıq. Əffivə sığınıram.
rəhmivə sığınıram, varlığına sığınıram. Bizləri əff et ya Rəbbim. İlahi, əllərimdə olanlar mənim deyil, sənindir. Sən vermisən. Bu olanları bizdən alma ya Rəbbim. İlahi, bu Ramazan ayında səndən ruzi istədik. Övlad istəyirik, sağlamlıq istəyirik, afiyət istəyirik. Hər kəsin bir duası var. İlahi, qəlblərimizdə o duanı həbs etmə ya Rəbbim. Arzularımıza çatdır ya Rəbbim. İllərlə dua etmişdik, minarələrimizdən azan səsi ucalsın. Aləmlərin Rəbbinə sonsuz şükürlər olsun. Allahu Əkbər səsi minarələrdən kəsilmir. İlahi, Azərbaycanımızdan bu minarələrdən azan səsin kəsmə ya Rəbbim. Ölkəmizi, vətənimizi, xalqımızı, dövlətimizi, dövlətçiliyimizi, Ali Baş Komandanımızı qoru, dövlət rəhbərimizi qoru ya Rəbbim. Sənə sığınıram. Bizləri sehir cadudan, pis gözdən, nəfs və nəfəslərdən qoru. İlahi, sənin dərgahın açıqdır. İlahi, gecə də sənə yalvarsaq, gündüz də yalvarsaq, sən bizi eşidəcəksən. İlahi, qaranlıq gecəni bizə yatmaq qərar verdin, gündüzləri işləmək, çalışmaq qərar verdik. Gücümüz buna çatdı, oruç tutduq, yaxşılıq etdik, gizlində aşkara. Ya Rəbbim, qəlblərimizə xatir, bizi cəhənnəm ateşində yandırma ya Rəbbim. İlahi, biz səni sevirik. Biz səni sevirik ki, əmrində, itaatində dayanıb, hətta Allahın halal buyurduğu nemətlər qarşımızda olsa, iftar zamanı olmasa əl vurmarıq o qidalara. Çünki sənin əmrindəyik. Sənin varlığına sığınaraq şükür edən qullardan bizləri qərar ver, ya Rəbbim. Ölənlərimizin ruhların şad, qalanlarımıza can sağlığı əta elə. Əlimizi boş eləmə. Ruhumuzu səfalətdən, cəhalətdən, zəlalətdən qoru. Şəhidlərimizin ruhlarını şad elə. Evlərdə xəstələrimiz var. İlahi, məndən dua istəyiblər. Qəlblərə şəfa verən sənsən. Qazilərimizə, xəstələrimizə, xəstəxanada olanlara acil şəfalar ver. Sənin rəhmət və şəfqətivə sığınaraq səndən istəyirəm. Ramazanı günahsız şəkildə və rahat şəkildə başa vurmağı bizə nəsib et. Bu əmniyyəti, bu rifahı, bu sakitçiliyi bizdən alma. Müharibəni yer üzündən götür ya Rəbbim. Üç rəyli bayrağımızı, başımızın üstündə dalğalanan Azərbaycan bayrağımızı dünya bayraqlarının içində uca et. Sənin kərəmivə sığınıram. Ey rəhməti sonsuz və geniş olan Allahım. Amin, amin, amin ya Rəbbəl aləmin. Minnətdarlığımı bildirirəm əziz, bizi canlı izləyən televiziya tamaşaçıları. İnşallah hər gün sizlərlə bu məkandan, bu saatda görüşmə ümidi ilə və sabah da Allahın izni ilə imsak zamanında bizlərdən ayrılmayın. Allahın izni ilə biz sizə inşallah hər zaman xidmət etməkdə hazırıq. Allahın amanında. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.